də həm vergilər cəhətdən, həm də imkanlar cəhətdən Azərbaycan biznes qurmaq üçün çox ideal bir ölkədir. Yəni mənim İsraildə partnyorlarım var, dostlarım var. Mən onlara danışıram Azərbaycanda vergilər necədir, biznes necə qurulur, şirkət belə açılır. Onlar bizə paxıllıq edirlər ki, bəs bizdə bir dənə şirkət açma prosesi 3-4 ay tutur. Hə. Yəni ki, vergilərdən danışmıram. Vergilər orada 40-50%-dir. Yəni ki, İsraildə dəhşət çox vergidir. Azərbaycanda vergi, güzəştlər çox idealdır. Yəni biznes atmosferası Azərbaycanda əladır. Əliyə bəy, yeməklərimiz var oxşar sizlə olan. Və yaxud elə yeməklər varmı deyirsiniz, mən Azərbaycanda buna oxşar heç bir yemək görmədim. Mən sizə belə deyim də, İsrail ümumiyyətcə, onu mən deyənmərəm nəyə görə, İsrail deyilən mətbəx yoxdur. İsrail mətbəxi, İsrail çox internasional ölkədir deyənə, Amerika kimi. Yəni ki, orada İsrail mətbəxi deyilən yemək yoxdur. Yəni, bütün yeməklər İsrail mətbəxi ümumiyyətcə çox millətin mətbəxi birləşməsidir. Ora ərəblər də daxildir. İsrail mətbəxinin 50% ərəb mətbəxidir.